Salam dəyərli izləyicilər, xoş gördük sizləri. Deməli, biraz düz gecikdik, amma yəni məktəbdən indicə çıxmışam evə. PDF gəlib çatıb əlimə, indi sertifikasiya sınağının izahını paylaşaq. Biraz çalışaq, həm sürətli olsun, həm başa düşdüyünüz formada olsun. Çox da vaxtınızı almayacam. Başlayaq. Deməli, proqramın icrası zamanı giriş ardıcıl olaraq 6 və 3 daxil edilərsə, onu qeyd edeyim ki, mən bilmirəm sınaqda sualların sıralaması necədir. Ola bilər ki, yerində dəyişiklik ola bilər. PDF-i qruplardan tapdım. Yəni fərq ola bilər yerlərində sual sıralarının. Əsas yəni sualınıza baxarsınız izahına. Belə, deməli, proqramın icrası zamanı giriş ardıcıl olaraq 6 və 3 daxil edilərsə, çıxışa verilən nəticəni müəyyən edin. Deməli, buradan bizə 6 daxil olubsa, buradan 3 daxil olubsa, biz baxırıq printin içərisində nə yazıbdır. Baxın, A vurulsun 3, yəni 6 vurulsun 3. Bu bizə neçə verəcək? 18 verəcək. Qalsın hələ ki, bölünsün 3. Üstündə nədir? 2. Baxın, qüvvətində də. Bunu kənara niyə yazıram? Rahat başa düşəsiniz. Plus 12 çıxılsın B. B nə idi? B-nin də öz qiymətini yazaq da, yəni ki 3. Belə, 3-ün kvadratını təbii ki, siz birinci eləməlisiniz. Bu sizə neçə verəcək? 9. 6-nı çevirəndə 18. 18 bölünsün 9. Bu sizə neçə verir? 2.0. Görürsünüz, burada bölmə bir dənə xətt. 2 dənə olsaydı, bəli, sizə sadəcə 2 verərdi. Amma bir xəttdə deyil, sizə float tipində qaytaracaq qiymətinizi. Deməli, 2.0 düzdür. Ondan sonra deyək ki, bunun üzərinə gəl 12-ni, bundan da çıx 3-ü. Bunun da üzərinə 12 gələndə 14.0, bundan da 3 çıxanda 11.0 eləmiş olacaq. Cavabınız nə olur? A variantı. Bu xüsusilə tiplərə diqqət edin suallarda. Suallarda tip məsələlərinə diqqət edin. Deməli, elektron hökumət daxilində münasibətlərin modelləri olan sıranı müəyyən edin. Niyə görə? Çünki sırf əziyyət çəkərsiz suala tiplərdən nəsə bir dənə çaşqınlıq eləyərsiniz. Ya ədədləmi, ya nə bilim, sətirdəmi olar, nəsə. Eləsinə şeylərdə çaşqınlıq olar, onunla da aləm dəyər bir-birinə. Eləsinə səhvdə adamı yandırır, tökür. Ona görə. Elektron hökumət daxilində münasibətlərin modelləri olan sıranı müəyyən edin. Üç cür münasibətimiz var. Hökumətlə deməli dövlət, cəmiyyət. Deməli, daha doğrusu dövlətlə dövlət arasında, dövlətlə cəmiyyət arasında və dövlətlə biznes sahələri arasında. Deməli, D variantına baxsaz, deməli, dövlətlə cəmiyyət arasında, dövlətlə biznes arasında və dövlətin özü ilə əlaqəsi burada mövcuddur. Dərslik kitabından konkret olaraq verilmiş bir sualdır. Cavabımız nə olur? Məsələ D variantı, bizdən ikinci variant. Hər hansı məsələnin həlli algoritmində müəyyən addımlardan sonra axtarılan nəticə alınmalıdır. Yəni, nəticə alınmalıdır. Bu algoritm nə idi? Nəticəlilik xassəsi. Algoritmin hər bir addımı dəqiq və birmənalı olmalıdır. Müəyyənlik. Algoritm eyni tipdən olan bir məsələ üçün tutaq ki, qurduğunuz algoritm, həmin tipdən eyni bir sinif üçün daha doğrusu qurduğunuz algoritm, həmin sinifdən bütün tip məsələləri nə etməlidir? Həll etməlidir. Konkretlik hər bir addım bitib, sonra digər başlamalıdır, sonlu zamanda. Bir də deməli, nəticəliyi də dedik. 4-cü. Unicode əlifbası ilə kodlaşdırılmış süni intellekt ifadəsinin informasiya həcmini bitlə müəyyən edin. Unicode-da bir simvol bizdə 16 bitdir. Burada süni intellekt verib 1, 2, 3, 4 dənə burada hərf var. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 dənə hərf burada var. 9 plus 4. Bir dənə də burada boşluğumuz var. Plus 1. Bu bizə neçə verir? 14 dənə simvol. 14-ü də təbii ki, biz neçəyə vurmalıyıq? 16-ya vurmalıyıq ki, görək bizə neçə bit verəcək. 14-ü də siz 16-ya vursanız, sizə 224 bit çıxmış olacaq. 5-ci sual. Uyğunluğu müəyyən edin. Deməli, belə tam görsənir. Deməli, birinci nədir? Table border 1, table, nəsə cədvəldir. Deməli, sərhəd xəttləri 1-dir. Cədvəllə bağlı nəsə bir şeydir. Sizə yazım, sizi çaşdırmayın. Baxaq. Belə, cədvəllə bağlı görək harada var. D variantında baxın, görürsünüz, D variantı cədvəl çərçivəsinin qalınlığını təyin edir. Birə getdi D variantı. 2. Şəkil yerləşdirmək üçündür, deməli, bu teqimiz, daha doğrusu yazılmış fraqment. Deməli, qrafik fail əlavə edir. HTML sənədinə qrafik fail əlavə edir C variantında. 2 getdi C. Ahref, URL deməli, ünvan var. İstinaddır bu da. İstinada baxaq. Yəni, link yerləşdirmək HTML sənədinə istinad yaradır. 2-də nə olacaq? A variantı. D, C. A, cavabımız nə olacaq? C variantı. Digər variantlara da baxaq hər ehtimala qarşı. Həm də bilək nədir? Abzası sənədin sağ tərəfinə düzləndirir.
Beləsinə bir şey yoxdur burada. Align istifadə olunmalıdır və right verilməlidir. Nəsə beləsinə bir şeylər olsaydı olardı. B variantı getdi. E variantı nömrələnmiş siyahı yaradır. Nömrələnmiş siyahı yaratmaq üçün OL teqindən, yəni nizamlanmış teqdən istifadə etməliyik. Bu da bu halda sizə nömrələnmiş vermiş olacaq. Növbəti sual. Rəng dərinliyi 7 bit olan palitrada rəng çalarlarının maksimal sayını tapın. Belə deyək də, n bitdirsə, 2 üstü n, bu rəng dərinliyimiz n bitdirsə, 2 üstü n bizə nəyi verəcək? Rəng çalarlarının sayı. Buna deməli n bitə rəng tərtibi də deyə bilərik. Bir pikselin yaddaşda tutduğu həcm də deyə bilərik. Bura deməli nə deyəcəyik? Rəng çalarları və yaxud da rəng sayı və s. Deməli 7-dir, 2 üstü 7. Bu bizə neçə verəcək? 128 vermiş olacaq sonuncu variant. Proqramda dövrün gövdəsi neçə dəfə icra olunacaq? Yazaq bunu bitirib mən hazırlığa başlamalıyam. Buna görə qısa yoldan göstərməyəcəm. Deməli 18. A-mız neçədir? Bax 4. 4 kiçikdirmi? Kiçikdirmi? 18 bölü 2. Düzdürmü? Tam hissəni istəyir. Bizdən 9-dan. Təbii ki, kiçikdir. S ilə bir iş görməyəcəm. Bura bax özünüz çaşdırmırsınız. Axırdakı da sizə lazım deyil. Çünki sizdən dövrün gövdəsi neçə dəfə icra olunacaq, onu istəyir. Buralara heç baxmırsınız. Deməli, bu yuxarıda vaylin qarşısında A ilə K-dan asılı vəziyyətdədir. Yəni, ancaq A ilə K-ya mən baxacağam. Buradakı hesablarıma baxıram və salam. Belə. Yazıram. K bərabər olsun. 4 9-dan kiçikdir axı. Nəyə? A plus 1-ə. Yəni 18-in üstünə 1 gəldiniz, elədi neçə? 19. A bərabər olsun. A vurulsun 2. A-mız neçədir? 4. Vurulub 2-yə 8. 8-dən 1 çıxdım. Neçə elədi? 7 elədi. Getdi bu. Ondan sonra deməli gəldik. Yazırıq neçə? Nə ilə müqayisə edirik? A ilə. Deməli 7 kiçikdirmi? Deməli K bölünsün 2-dən. K-mız neçədir? 19-dur. 19-u 2-yə böldük 8. Tam elədi. 8 nə idi? 9 deməli. Tam elədi. 7 9-dan kiçikdirmi? Bəli, kiçikdir. Düşdük deməli K-nı bir vahidə artırdıq. Neçə elədi? 20. Aşağı düşdük. A-nı deməli yenə 2-yə vururuq. 7-ni 2-yə vuranda 14, 14-dən 1 çıxdınız. 13 vermiş oldu sizə. Təzədən yenə qalxırsınız yuxarı. Deyirsiniz ki, A neçədir? 13. 13 kiçikdirmi? 22-yə böləndə tam sizə bizə neçə verir? 10. Təbii ki, bu bizə nə verəcək? Yox verəcək. Neçə dəfə biz icra elədik? 1 da 2 dəfə. Deməli, dövrümüz neçə dəfə işləyəcək? Cəmi 2 dəfə. Burada hər hansısa bir tiplə bağlı da bir şey yoxdur. Əsasən tiplərdə kimlərsə nəsə çaşqınlıq yarada bilər. Hələ ki, suallar xoşuma gəldi. Yaxşıdır. Çox da yəni çətin də deyil, çox da asan da deyil. Diqqət olunmalı məqamlar var idi yuxarıda. Tip məsələlərində. Baxaq. Qraflardan mənim heç xoşum gəlmir də, heç. Daha doğrusu bu belə mənasız suallarla. ABCD yaşayış məntəqələri arasında yolların uzunluqları qeyd olunub. Hər məntəqədən bir dəfə keçməklə AF məntəqələri arasında ən qısa yolun uzunluğunu müəyyən edin. Görək cədvəlin içindən tapa bilərikmi? F-ə hardan gəlirik? Y-dən gəlirik. Y-yə ən qısa D-dən gəlir. D-yə birbaşa yol yoxdur. D-yə B-dən gəlsəm, A-ya da B-dən gəlsəm, deməli, bununla bunun cəmi 9. Burada 2 var, burada 3 var, 12. Əla. Həmişə deməli dediyimiz kimi arxadan əvvələ gəlirsiniz. Baxırıq deməli, hardan gəlir? Y-dən gəlir. Görürsünüz? Y-yə qısa hardan gəlir? D-dən gəlir. D-yə hardan gəlir? B-dən gəlir. B-yə də K-dan birbaşa yol var. Deməli 5, 4, 2, bu da 1. 3, bu da 5, 8, üstünə də 4 gələndə 12. Cavabımız nə edəcək? B variantı. Əgər ki, imtahandakı probleminiz olursa, o zaman qrafı çəksəz yaxşı olar. Alplogo proqramlaşdırma mühitində düzgün 9 bucaqlı fiqur çəkmək üçün nöqtələrin yerinə uyğun olaraq nə yazılmalıdır? Gözəl. 9 bucaqlı çəkirsə, təkrarlı sizdə 9 dəfə olmalıdır və düzgün dediyinə görə 360-ı böləsiz 9-a sizə neçə verəcək? 40 vermiş olacaq. Yəni ki, sizin dönmə bucağınız neçə olacaq? 40 olmuş olur. Uyğun olaraq deyir. Buna diqqət edirsiniz. Tələsib 40.900-ü götürmürsünüz. Uyğun olaraq, yəni birinci yerə 9, ikinci yerə 40 yazmış olursunuz. Cavabımız nə olacaq burada? 9 və 40. Proqramın nəticəsini müəyyən edin. Deməli, nə edir bu? Siyahı len A, len elədi, saydı. Sayı neçədir bunun? 5. Buradan 5-ə gedəcək 2 addımdan. Yəni ki, 0 üstünə 2 gəldiniz 2, 2-nin üstünə 2 gəldiniz 4. Yəni ki, i-nin qiymətləri 0-dır, 2-dir və 4-dür. Deyir ki,
B boşdur. B-yə insert elə. İninci mövqeyə, yəni i-nin birinci qiyməti neçədir? 0-dır. 0-cı mövqeyə onsuz B-incisi boşdur. 0-cı mövqeyə nəyə insert elə? A-da i-nincini, yəni ki, gəlin bu üstünü nömrələyək. 0, 1, 2, 3, 4. I-nincini, yəni 0-cını 2-yə vuraraq. Yəni ki, 12-ni 2-yə vuranda neçə edəcək? 24. Ondan sonra gəldiniz. Bu sortla hələ işiniz yoxdur. Dövrümüz qurtarmalıdır. O dövr for qurtarmalıdır. 0 qiyməti getdi. Ondan sonra 2 qiymətinə gəldi. Deməli 2 qiyməti gəldi deyir ikinci mövqeyə. Yenə təbii ki, heç bir maneçilik yoxdur bizə. İkinci mövqeyə nə əlavə elədik? A-nı vur 2-yə. Yəni A-da ikincini. İ'miz 2-də axı 5-ə vurduq 2-nin neçədir? 10. Və beləsinə yaza bilərəm. Bu da getdi. Ondan sonra deməli nə edəcəm? Gəldi i-nin 4 qiymətində. 4 qiymətində burada bizdə 44 var. 44-ü deməli deyir 4-cü mövqeyə əlavə elə. 44-ü 2-yə vur neçə edəcək? 88. Və dövr qurtarandan sonra deyir sort elə. Sort eləyəndə də bu 10 olacaq, 24 olacaq və 88 olmuş olacaq. A variantı. Qəşəngdir suallar. 11. Cəminin hesablanması üçün verilmiş blok sxemdə işarələrinin yerinə uyğun olaraq yazılacaq ifadələri müəyyən edin. Eləyəkdə deməli buradan ox çəkib bu tərəfdə yazaq. Burada sual işarələrini yeri. Baxın. Deməli bizdə nə iş görürük? Görürsünüz ki, axırda 30-un kvadratında bu cəmlikdir. Düzdürmü? Buradan amma siz 30 ilə girə bilmirsiniz axı. Siz buradan 30 ilə girə bilmirsinizsə, mən məcburam ki, buradan girən kimi həmin o ədədim nədirsə 29-da, yəni 29-u bir vahid artırım 30 olsun ki, burada 30-u alım ki, burada hesabımı hesablayayım. S verib də S-də cəmləyəcəyik. Onsuz da variantlarda görürsünüz istədilər. Baxan kimi görsən düzə variant. Deməli, deməli buradan 30 alım ki, sonra bu sual işarəsində də cəmləyim. Yəni ki, buradan mən 29 ilə sonuncu dəfə görürsünüz, 30-dan kiçik 29 olacaq. 29 ilə gələnlər burada deyim n bərabərdir n plus 1 olsun. Yəni 30-a çevrilsin bu. Ondan sonra s bərabər olsun, s plus n vurulsun n. Yəni 30 vurulsun 30-a. Yəni ki, 30-un kvadratı. Düzdür? Bu şəkildə olacaq. Yəni birinciyə n plus 1, ikinciyə S bərabərdir S plus n vurulsun n olmuş olur. A variantı da qəşəng. Deməli, elektron cədvəl fraqmentində ambardakı məhsulların qiyməti və endirim faizləri verilmişdir. Bu verilənlərə əsasən Y2 xanasında endirim məbləğini hesablamaq üçün hansı düstur yazılmalıdır? Endirimdirsə, deməli, neyini edəcək? 10%dir məsəl üçün bunda. Ədədə vuracaq faiz göstərmədə də böləcək 100-də və s. Nə istəyir bizdən? Endirim məbləğini. Endirim məbləğini. Heç nə beləcə. Dedim bəlkə endirimdən sonra qalıq istəyir. O zaman variantlarda varmı eləsinə bir şey? Endirimdən sonraki məbləği desəydi bu olardı. Hal-hazırda sadəcə olaraq deməli vurasınız C2-ni D2-yə böləsiz neçəyə? 100-ə. Və son belə. Burada cavablardan hansıdır? D2 vurulsun C2, fərq yoxdur. Beləsinə yazdılar. Vurulsun 100. Yəni bu adi riyaziyyatlar olur. Yazıb sonra da aşağıya doğru sürüşdürəcəksiniz. Uyğunluğu müəyyən edin. Deməli, informasiya xassələri 1-ə uyğun gələcək tamlıq, yəni B. Ondan sonra aktuallıq, yəni D. 2-yə informasiya növləri, taktil və dad aynen C. Prosesləri emal Y. BDAC, BDAC Y. Cavabımız nə olacaq? Bu. Digər deməli xassələrimiz nə idi? Tamlıq aktuallığı dedik. Etibarlıqdır, sonra obyektivlikdir. Nədir? Aktuallıqdır. Sonra proseslərimiz toplama, saxlama, emal və ötürmədir. Növlərimiz də taktil, dad, deməli vizual, səs. Sonra nə qaldı? Bir də qoxu. Bir də qoxu olmuş olacaq. Mən biraz tez bitirməyəm. 14-dəyim. Proqramın icrası zamanı girişə daxil edilərsə, ədəd daxil edilərsə, nəticəni müəyyən edin. Deməli, bu nə edir? Input.split 1-dən ayır. Baxın, splitin içərisində necə dəyər verilibdirsə, bu yəni verilən dəyərlərdən deyir, kəs bunu ayır. Bax, 1-lərdən kəsəcək. 1, 1, burada da 1 var. Bir dənə də burada 1 var. Kəsirik və siyahıya yığırıq. Artıq siyahının içərisində 23, 4, 52 və 33 və 98 olmuş olacaq. Ondan sonra nə edirik? A boş siyahıdır. I birbaşa S-ə müraciət edir. Deyir, i-ni götürəndə bunlar sətirdədir. Mən yazmadım bunu. Orada tipi görəndə yadıma düşür. Belə. Deyir, i-ni götürəndə int ədəd tipinə çevir və yoxla 2-yə qalxsız bölünürmü? Yəni cütdürmü?
Cütlər hansı olardı? 52, 98. 4, 52, 98. O zaman nə edir? Onu əlavə elə A siyahısı. Və dövr bitəndən sonra da print edəcəyik, birləşdirəcəyik bunu, join edib, yəni hamısını toplamda sətrə çevirmiş olacağıq. Deməli 2-yə tam bölünənlər hansılardır? Cütlər yazmışıq 4, 52 və 98. Bunu da təzədən birləşdirib sətr eləyəcək. Cavabımız nə olacaq? D variantı. 15-ci sual. Upload mühitində verilmiş kod icra edilərsə bağlantısı fiquru çəkər. Deməli bizdə ad proqram verilib. Niyə belədir? 65 dərəcə. 4000 RPM-də deyil. Fonumuzun sürətini artırır da. Nəsə. Deyir, ilkin vəziyyət deməli nəsə. Qələmindir, təkrarla. Baxın, alt proqrama biz bir dənə baxıb görək nə iş görür bu. İrəli 100, sağa 90, təkrarla 4 dəfə. Mən bilirəm ki, artıq bu nə çəkir? Kvadrat çəkir. Və çəkəndən sonra 45 dərəcə sağa dönür. Yəni ki, bağa buradan başladı. Kvadratı çəkdi, gəldi. Bax, bura gələndən sonra sağa 90-ı icra edir. Sağa 90 dönür, yəni yenə yuxarı baxır. Və ondan sonra 45 dərəcə dönür, belə baxır. Bax, bura qədər dönür, yuxarı baxır. Başqa rənglə yazaq. Bura qədər dönür, yuxarı baxır. Ondan sonra bir dənə də bunu icra edəcək 45 dərəcə, yəni belə salacaq. Bu getdi. Yəni bildik ki, bu nə iş görür. Burada da deyir ki, 2 dəfə təkrarla. Düzdür? 2 dəfə təkrarla o deməkdir ki, 1 dəfə kvadrat çəkdi. Bir dəfə də dönüb buradan çəkəcək də. İndi mən biraz yaxşı çəkə bilməyəcəm ya. Baxın, beləsinə bir şey. Cavabımız nə olacaq burada? B variantı. Upload-dan da birinci sualımız idi, bu deyəsən. Qəşəng sual. A təpəsindən C təpəsinə, yəni də yaxşı suallar. Asan deyil, çox çətin suallar. Bəyəsinə deyə inşallah sizin qarşınıza yaxşı suallar. Deməli, A təpəsindən C təpəsinə gedən müxtəlif yolların sayını tapın. A-dan C-yə. Baxın, A-nın çıxışlarına, biraz böyüdək. A-nın çıxışlarına deməli, 1 yazırıq. Bax, çıxış bütünlükləri. Bunu bura yazmıram ki, bu düz F-in yanında yazacağam ki, görüm də rahat olsun mənim üçün. Baxın, B-yə bircə dənə til gəlir. Üstün çəkisi 1-dir. B də özündən 1 buraxır. Getdiyi tilin üstünə 1 buraxır. C-yə bir dənə til gəlir, çəkisi 1. D də hər tərəfə nə edir? 1 buraxmış olur. D-yə bir dənə til gəlir, çəkisi də 1-dir. D də özündən 1 buraxır. Y-yə 2 dənə til gəlir, çəkilərin cəmi 2-dir. Y-də 2 buraxdı. Bizdə nə qaldı? Bitdi də. Hə, F-ə də 2 dənə til gəlir, çəkilərin cəmi 2-dir. 2, 2, bu da 1, bizə neçə verməlidir? 5 verməlidir. Cavabımız burada nə olacaq? 5. İşarələmirəm də, nə oldu? 5. Deməli, 5 son 2 vurulsun 512, 209, 218. İbarət təsvirin informasiya həcmi 200 biraz aşağıdan yazacaq. Deməli, həcmi verib bizə. Həcmimiz bax bizdə neçədir? 256 kilobayt. Düzdür? Bizdən nə istəyir? Təsvirin palitrasında olan rəng çalarlarının maksimal sayı. Yəni lap beləsinə yazaq. Deməli, bizdə nə idi? Düzdür? A vurulsun, B vurulsun, N bərabərdir nə? Həcmə. Düzdür? Burada bizim A-mız neçədir? 209. B-miz neçədir? 209. Vurulsun N-i mən bilmirəm. Çünki rəng çalarının maksimal sayını istəyir. Hələ bitə də bax. Həcmimiz də 208, yəni 256 kilobaytdır. Buradan N bərabərdir. 208 kilobaytla keçək bitə vuracaq 213-ə. Bölünsün deməli 209, 209, 218-ə. Düzdür? Mən buradan alıram deməli nəyi? Bu neçə edir? 21, bu da 18. Üstündə 3 düzdür. Bu neçə edir? 8. 8 mənim nəyimdir? N-imdir. Bayaqlarım ki, yuxarıda 7 bit söhbəti var idi. Ha. 8-i də yazırıq 2-nin qüvvətinə. Bu da bizə neçə verir? 256 vermiş. Olur. Cavabımız nə olur? Y variantı. Yəni ki, buradakı 8 bizim rəng dərinliyimiz idi. 256 isə rəng çalarlarının maksimal sayı olmuş olur. Proqramın nəticəsini müəyyən edin. Deməli, informatika B bərabər də 11, informatika len A. İnformatika 11 hərflidir. İstəsəz saya bilərsiniz, fərqi yoxdur. Deməli 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. Mən yəni o qədər şey eləyirəm ki, yadımda da əzbər yadımda. İnformatika ilə Azərbaycan sözünü həmişə demək var, işlədirəm. 11 informatikadır, 10 Azərbaycan. İstəsəz saya bilərsiniz, istəsəz sözünüz. Deməli 11 11 deyir, sayı sayından B-dən 11-dən bölüşdüm. Təbii ki, yox. Yoxsa bu print icra olunmur, düşdüysə. S-də nə istəyir bizdən? Print. Deməli, A 2-yə qədər, baxın, 0, 1, 2, 2-yə qədər sonuncu ilə işiniz yoxdur. 2 F-ə düşdü. F-dən sonrasını bizə lazım deyil.
Bizə təkcə i-ın lazımdır. İ-deyəndə i yazıblar böyle. Bu da sətirdədir də, düzdür? Sətri də biz ədədə vuranda ədəd dəfə nə etməlidir? Təkrarlanmalıdır. Yəni ki, i-nı, i-nı, bu da i-nı. Baxın, beləsinə bir şey. Bu da hansı variantdadır? A variantında olmuş olur. Verilmiş HTML koda əsasən web səhifə fraqmenti haqqında doğru fikirləri müəyyən edin. Deməli, yaradılan cədvəldə 6 xana var. Gəlin bir dənə özümüz üçün xananın da sətri tapaq, ondan sonra tez şəkildə işləyək. Baxın, TR 1 dənə, TR 2 dənə, TR 3 dənə, TR 4 dənə. Mənim 4 dənə nəyim var? Sətrim var. Buna baxırıq, bircə dənə. Mən deməli sizə dəfələrlə demişəm ki, sətrin bir dənə içərisində TH saysaz bəs sizdə. Bir dənə də nəyim var mənim? Bunun var. Vəssalam, qurtardı getdi. 4-ü 1-ə də vuraq. 4 dənə də nəyim var? Anam var. Qurtardı. Getdi. İndi yaranan cədvəldə 6 xana var. Yaranan cədvəlin 3-cü sətrində 1 xana var. 3-cü sətrində yəni ki, baxın, birinci sətr buradır, ikinci sətr buradır, üçüncü sətr buradır. Sizin onsuz da bir dənə sütununuz var, sizə bir dənə də xananız olacaq. 2 nədir? Doğru. Yaradılan cədvəlin bir dənə sütunu var, bəli deyirik, bir dənə sütunumuz var. Yaradılan cədvəlin 3-cü sətrin ikinci xanasında, ikinci xanası yoxdur, hardadır? Beləsinə düzülübdür. 4 dənə sətrimiz var bizim. 2, bu da 3. Baxın, beləsinə bir şeydir yəni cədvəlimiz bizim. İkinci xanası hanı? Üçüncü sətr buradır, ikinci xana yoxdur. Deməli, 4 səhvdir. Yaradılan cədvəlin ikinci sütununda, ikinci sütununda yoxdur ki. 2 ilə 3. Cavabımız nə olacaq? 2 ilə 3. Alqoritm icrası nəticəsində çıxışa verilən ədədi müəyyən edin. Deməli, nə edir? M bərabərdir 5, D bərabərdir 1, M böyükdür D-dən. Gəlin, deməli, buradan yazaq. N neçədir? 5. 5 D-dən 1-dən böyükdür? Bəli, təbii ki. Biz hər qoluna gəlirik. N-dən 1 çıxırıq, neçə edir? 4 edir. D-nin üstünə 1 gəlirik, neçə edir? 3 nə ilə? 1-in üstünə 1 gəldik, neçə elədi? 2. 4 2-dən böyükdür? Təbii ki, böyükdür. Baxın, bu N-in qiymətidir, bu D-nin qiymətidir. 4 2-dən böyükdür? Təbii ki, böyükdür. Yenə bundan 1 çıxır, 3. Bunun üstünə 1 gəlirik, 3. Böyükdürmü? Deməli, düzmə elədik. Hə, 3 3-dən böyükdürmü? Yox. Artıq gəldik bu yox tərəfə. Üstünə deməli 2 gələcək N-də. Edəcək neçə? 5. Nədir? D-dən də 1 çıx, neçə edəcək? 2. 5-in də üstünə 2 gələndə mənə neçə verir? 7 vermiş olur. Çünki burada cəmləməni istəyir bizdən. K-nın qiyməti 7 olacaq. 7 cavabımız varmı? Bəli. Sonuncu cavabımız 7. Proqramın nəticəsini müəyyən edin. A bərabərdir 56, C bərabərdir 123 sətirdə plus STR A, yəni ki, 123 sətirdə olduğuna görə üzərinə STR A nə deməkdir? A-nın da sətri verir. Sətirdə 56 gələndə bu 1, 2, 3, 56 bu sətirdə beləsinə yapışacaq bir-birinə. Deyək ki, A bərabərdir. Baxın, bu C-nin qiyməti oldu. Burada qalsın. A bərabərdir C vurulsun 2. 2-yə vuranda ədəd dəfə nə edirik? Təkrarlayırıq. 123 56-nı, yəni bir dəfə də yazırıq. 123 56 və dırnaqdadır. Hələ görək, hələ ki, tipi yaddan çıxartmayaq. Burada da görürsünüz ki, nə yazıbdır? Float A. A-nı, float yəni təzədən nə etməliyik? Həqiqi ədəd kimi yazmalıyıq. Burada nöqtə 0 olacaq arxasında. Cavabımız nə olacaq? A variantı. Baxın, tiplərə maksimum dərəcə diqqət edin. Götürüb Y variantını götürsəz, batdı getdi. O boyda əziyyət çəkmisiniz. Nəysə də balaca boyda da olsa əziyyətdir. Çəkib tapmısınız. Yəni burada nöqtə 0-a görə aləmi qatarsız bir-birinə Y variantı yazıb. Deyəsən ikinci tiplə bağlı məqamı idi. Diqqətli olun. Burada nə oldu? A variantı float yazıldığına görə. Float olmasaydı, hə bəli, Y variantı olardı. Yox, heç onda da Y variantı dırnaqda yazılsaydı olardı. Çünki sətirdə almışdıq. Deməli, D2 xanasında verilmiş düsturu Y2 xanasına köçürdükdə hansı düstur alınır? Deməli, mən sizə həmişə demişəm ki, hansı xanadan hansıya keçirsinizsə, Y2-yə keçirsə. Baxaq görək. Biz deməli, D-dən C-yə, D-dən bax, D-dən C-yə, C-dən də Y. Plus 2 mənim nəyimdir? Sonumdur, düzdür? 2-dən də 2-yə keçəndə heç nə dəyişmir və sətirlə bağlı bir iş görməyəcək. Düsturdakı bütün bunları qarşısında dollar yoxdursa, ha, dollar varsa dəyişmir. Bütün sütunları 2 addım artırırsınız və salam. Sətirlərlə də işiniz yoxdur. Yəni yazaq. C-ni 2 addım artıracağam. C-dən yəni B-yə, B-dən də D-yə keçməliyəm. Oldu D. Dollar var 2 olduğu kimi qaldı. Onsuz da dollar olmasaydı da qalasıydı. Çünki 2-dən 2-yə getmisiniz. Vurulsun. 1 sərbəstlik qaldı. D-ni deməli mən nə eləməliyəm? 2 addım atacağım. Olacaq Y. 2 qaldı olduğu kimi bölünsün. 100. Beləsinə şəkildə olur. Cavabımız hardadır? D variantı. Kalkulator icraçısı yalnız 2 komandanı yerinə yetirə bilir. 2-yə vur, 1 əlavə et.
qarşısında komandalara diqqət edirsiniz. Bax bu nəysə yaxşı ediblər. Birin qarşısına 2 yazıb var, 2-nin qarşısına 1 yazıb var. Ona diqqətli olun. Yəni komandanın qarşısında sıra nömrəsi var. Deyək ki, girişə verilən sıfır ədədi üzərində bu komandaların ardıcıllığı yerinə yetirilərsə alınan nəticəni müəyyən edin. Deməli, deməli sıfırdan, deməli ikinci komanda. Mən bunu sürətlə yazırıq. 0 üstə gəlsin, yəni neçə elədi? 1. 1 vurulsun, yəni 2. Bu neçə elədi? 2. Ondan sonra deməli ikisi getdi. Çaşdırmayım özümü. 2 plus 1 bu neçə elədi? 3. Deməli bu da getdi 3-ü. Deməli vurulsun 2, vurulsun 2, vurulsun 2. Baxın 3 dənə 1 var burada, mən ona görə yazdım. 6 6-nı 2-yə vuranda 12 12-ni 2-yə vuranda 24. Bunlar da getdimi? Ondan sonra deyək ki 24-ün də üstünə 2-dir mi? Hə, ikinci komanda üstünə 1 gəl, 25. Ondan sonra da birinci komandanı icra edə, yəni 2-yə vur, 25-i də 2-yə vuranda neçə verir? 50. Görürsünüz, bunlarda biraz diqqətli olun, çaşqınlıq ola bilər. Az qalmışdı özümü çaşım. Deməli, əlifbanın gücü 4096 simvol. Bu əlifban simvolları vasitəsilə yazılan mətnin informasiya həcmi isə 3 kilobayt olarsa, mətndə neçə simvolun olduğunu müəyyən edin. Gözəl. Deməli, A vurulsun B vurulsun nə? 4096 simvol varsa, onu deməli yazırsınız 2 üstünü siz neçə? 12. Yəni ki, burada neçədir? 12 bitdi. N-imiz. Bərabər nəyə? 3 kilobayt. 3 kilobayt da keçirdik bitə. Vurulsun 2 üstü, yəni 13. Buradan A vurulsun B ilə bərabərdir. Yəni nöqtə sayımız 3 vurulsun 2 üstü 13 bölünsün neçə? 12-yə. 3-dən də 12 yəni burada sizə neçə qalır? 4. Yəni ki, burada 2 üstü 2-dir mi? 2 üstü 10 üstündən gedəndə burada neçə qalacaq? 2 üstündə 11. O da neçə edir? 2048 eləmiş olur. Sizdən onsuz da soruşmur A-dan nə qədərdir, B-dən nə qədərdir. A vurulsun B nöqtələrin. Nöqtə nə idi? Biabırçılıq. Biabırçılıq. Sürətlə gedirəm. Mətndə neçə simvolun olduğunu. Simvoldan gedir söhbət. Düb gedirik. Nəysə. Ayıqdır, ayıqdır. Deməli, səhifə vurulsun. Sətir vurulsun nə? Simvol. Eyni şeydə nəsə. Burada da simvolların sayını A vurulsun B-nin B-sinə yazırıq da fərq yoxdur. A vurulsun B vurulsun C-də yaza bilərdim. Vurulsun N bərabər deməli həcmimiz yenə eyni şeylərdir. Deməli bu bərabərdir. Birbaşa S yazıram. S bərabər deyəm 3 vurulsun 2 üstü 13 bölünsün 2 üstü başım getdi 12. Deməli bunun ixtisar getdi neçə qaldı? 2 üstü 13 bölünsün 2 üstü 2 yəni 4. Bunda sizə 2 üstü 11. Sizə neçə verir? 2048 vermiş olur. Sondan sona gördüyümüz vəziyyət. Yaxşı oldu. Proqramın nəticəsini müəyyən edin. Deməli, bu nə iş görür? Sətirdir, listə çevirir, düzdürmü? Listə çevirir. Deməli, dənə-dənə yığdı siyahıya. Sonra birbaşa A-ya müraciət elədi. Gəlin bunu belə buradan yazaq. Deməli, 1, 3, 5, 7, bu da 9. Düzdür, baxın belə bir şey. Hə, indi bir-bir bunları götürəcək. Baxın, görürsünüz, birbaşa müraciət var, range falan yox. Deyək ki, if, int i, yəni ədədə çevir birincini. Təbii ki, sətirdədir, amma ədədə çevir. İndi mən belə tələs yazmışam, vergül, yəni hər birində də dırnaq var. Ədədə çevir 2-yə böl. Yəni cütdürsə əgər, yes sözünü çap edir. Burada ümumiyyətlə cüt yoxdur. Görürsünüz, 1, 3, 5, 7, 9. Deməli, bura ilə bizim işimiz yoxdur. Buranı tamam silirsiniz. Edir işini dalayıcı. Elifə keçsiniz. Elifdə deyir ki, int i, yəni birinci qiymətimiz nə? Bizim 1 idi. 1-i 3-ə böləndə qalıq 0-a bərabərdir? Təbii ki, xeyr. 1-i 3-ə böləndə qalıq 1-ə bərabərdir. Ona görə else düşürük. Print 3-dən ulduz. 3-dən ulduz. End-də deməli boşluq atıblar bura. Yüngül yəni bir orada boşluğumuz var, nəzərə alarıq. Ondan sonra gəldik 3-ü götürdük. 3-ü götürəndə 3-ə böləndə qalıq 0-a bərabərdir? Bəli. Bu zaman deyir no-nu çap edir. Burada azca boşluq buraxaq, no-nu çap eləmiş oluruq. Yenə burada end görürsünüz var da hər dəfə indi sizə deməyəcəm. Bir balaca orada boşluğumuz var. Deməli 5 ilə gələndə dərəcə 5, 7, hə bir də 9 deməli bizdə 3-ə tam bölünəcək. Deməli 5 ilə 7 3-ə tam bölünmədiyinə görə 6 dənə də ulduzumuz burada olacaq. Hərəsi üçün 3 dənə də azca boşluq verək. Baxın hərəsi üçün 3 dənə. 9 da 3-ə tam bölünür deyən bir dənə də no çap olunmuş olacaq. Cavabımız nə olur? A variantı olmuş olur. Monitor sözü Sezar üstündə şifrləş. BSN bir söz əlavə olundu. Alınmış şifr üçün k ədədini müəyyən edin. Əla. Bircə dənə hərfi oxuyursunuz, bəs edirsiniz. Bax, məsəl üçün birinci hərf M-dən nəyə keçib? G-yə. M-dən G-yə keçirim. 1, 2, 3, bu da 4. Sağımız nəyə bərabərdir? 4-ə. Bəsdir. Da bəsdir ha. Bütün hərfləri bir də yoxlamağa ehtiyac yoxdur.
Bunlar onsuz da monitor sözünü buna keçir. Bütün hərflər üçün eyni əmsal istifadə edilir. Bir dənə hərfi yoxlayırsınız və sizin vaxtını qazanırsınız. Verilmiş neçə sualdayıq biz? 30 dəqiqə. Amma onu deyim ki, yəni 30 dəqiqə mən bunu qurtarmışdım indi. Çoxdan qurtarmışdım. Biraz izahatı istər-istəməz uzanır. Yəni burada suallar qəşəngdir, nəysə. Verilmiş sözlərin ASCII əlifbasında kodlaşdırıldığını bilərək uyğunluğu müəyyən edin. Deməli, ASCII-də bir simvolumuz bizim 8 bit, düzdürmü? 8 bit. Kompüter deməli 6 7 8. 8 vurulsun 8 64 bit. Variantlarını soluna yazaq. 64 bit. 1-ə deməli B. 8 byte da var ha. Byte-ı da çevirəndə A. Ondan sonra klasterin içində 6 7. 6 7 onu da 8-ə vuranda 56. Deməli 2 C. Ondan sonra disk 4-dür. 4-ü vurduz 8-ə 32 bit və yaxud da ki 4 byte D-nin. D-nin. A, B, C, D-yə. A, B, C, D, E. A variantı. Sayış sərflər vurursunuz 8-ə. Sayış sərflər vurursunuz 8-ə. Alırsınız bitmə. Amma görürsünüz ki, byte'larla da verilmiş nələrsə var. Byte'a da çevirin görün hansına aid. A variantı getdi. Verilmiş Url ünvan hissələrinin doğru ardıcılıqla müəyyən edin. Deməli, HTTPS məlumdur ki, başda olacaq və bu yazılıbsa burada qoşa nöqtə sizin slashləriniz olmalıdır, məcburdur. Deməli 2 slashlər 4-dədir. Ondan sonra 4. Deməli sonra bizim nəyimiz gələcək? Ünvanımızı yazmalıyıq. Deməli 3. 3-dən sonra görürsünüz burada heç bir şey yoxdur. Yəni mən burada slash atmalıyam. O slash hardadır? 5-dədir. 5. Ondan sonra da gəlib nəyimi yazacağam? Faylımı yazmış olaram. Qrafik faylım. 1. 2 4 3 5 1. 2 4 3 5 1. Cavabımız D variantı. 29. 50 dənə olur. Hə. Proqramın icrası zamanı girişə daxil edərsə nəticəni müəyyən edin. Gəlin B, bir dənə funksiyaya baxaq biz. Şeylər sizi qorxutmasın. Bu funksiyanın adıdır. Belə yazsaq. Hə, burada bir dənə hərf atı getsin də. Nəsə. Funksiyamız nə işləyir? Baxın, z.lower. Deməli, hamısının eynincə kiçildəcək. Hərflərimiz nə olacaq? Kiçik olacaq. Bu nə iş görür? Deməli, buradan daxil oldu sətrimiz. Gəldi len s, range ilə də hamısını götürəcək. Yəni, deyir ki, s-də inci, in rəqəmlər verir. Rəqəmlərin içindədirsə əgər, yəni məsəl üçün A, S rəqəmlərdirsə, yəni bu rəqəmlərin içində varsa, təbii ki, aynən s burada yoxdur. 7-də amma var orada, düzdürmü? 7 rəqəmlərin içində var. O zaman neynə? Y-in üstünə gəl. Həmin deməli bu 7-ni int ilə ədədə çevir və kvadrata küsək. Yəni ki, və ən axırda da o kvadratı da STR, yəni sətr tipinə. Yəni 49 olsun. Düzdür? 7-ni nəyə çevirək? 49. Əla, yaxşı. Rəqəmlərlə bağlı bildiyinə görəcəyik. Rəqəmləri kvadrata küsəldib, sətrə çevirib yapışdıracağıq, yəni y. Hərflər nə edir? Hərflər də deməli heç nə. Funksiyamızı tapmışdıq və yaxud kiçildib, qarşılığını geri qaytarıb onu toplayacaq. Deməli, A nə olacaq? Kiçik A, S olacaq kiçik, 7-nin yerinə 49, D-miz olacaq D, balaca D, F balaca F, 8-in yerinə 64 kvadratı, 9-un yerinə 81, balaca X, deməli 1-in yerinə 1 olacaq, 1-in yerinə 1 olacaq, D-nin yerinə balacadır, 1-in yerinə 1, 3-ün də yerinə kvadratı 9. Sənə bir şey alınacaq. Böyük hərflər avtomatik gözümüzə batır, silirik. Burada nə var? 79, 21 yox, 64, 81. Cavabımız nədir? Y variantı olmuş olur. Nədir? Dizyuksiya məntiq əməlinin doğruluq cədvəlini müəyyən edin. Deməli, dizyuksiya nə deyir? 1 doğru, 0 yalan lazımdır. Hə. Baxın, siz yəni 1-i 1-ə vuranda, ancaq sizə nə verir? 0 nə ilə? 1 verir. Düzdür? 1. Biri başqa, biri nə idi? Başqa deməli cədvəldəki nələrimizsə var. 1 vurulsun 0, 0 vurulsun 1, 0 vurulsun 0. Bunların hamısı bizə nə verəcək? 0 vermiş olacaq. Deməli, cavabımız burada hansıdır? Elə A variantı. Baxın, 0 vurub 0-a 0, 0-ı 1-ə 0, 1-i 0-a 0, 1-i də 1-ə vurub nə olubdur? 1 olmuş. Başqa variantlar nədir? Nəsə, digərlərini saymayacağım.
Uyğunluğu müəyyən edin. Deməli, yalnız sətirlərə tətbiq olunan metodlar, yalnız siyahılara tətbiq olunan metodlar. Baxaq. Deməli, yalnız sətirlərə. A variantı split nə idi? Yəni kəsib ayırmaq üçündür. Sonra nə var burada? Capitalize. Baş hərfləri böyük eləmək üçün. Yalnız siyahılara. Deməli, burada nə var? Insert and reverse. Insert and reverse. C və D. Bir də bizdə nə var? Nə qaldı bizdə? Count qaldı. Sətir və siyahının hərfisi. Bunda nə olacaq? B. A, Y, C, D, B. A, Y, C, D, B. Cavabımız nə olur? D variantı. Proqramın nəticəsini müəyyən edin. A bərabər 12, B bərabər 4, A bərabər 0. İndi bura join nə iş görür? A-nı böldü B-yə, 12-ni böldü 4-ə, aldı bizə necə? 3.0. 0. Onu vurdu 3'e, aldı bize 9.0 ama qarşısında int var, elə 9 alacaq. Yəni 0-dan 9-a qədər 9-u götürmür, 8 də daxil olmaqla. Yəni də elə 9 dəfə dövrümüz işləyəcək. 9 dəfə dövrümüz işləyirsə, deməli K-nın üstünə deyəcək 1 vur 2-ni 9 dəfə. 1 2 oranısı 2. 2-ni də 9-a vuranda 18. K-nın başlanğıc qiymətinə diqqət edirsiniz 0. Bunun da üstünə 18 gələndə sizə neçə verəcək? 18 vermiş olacaq. Cavabımız nə olacaq? C variantı olmuş olur. Rabitə kanalı informasiya həcmi 256 KB olan qrafik təsvir ötürülür. Ötürülmə müddəti 180 saniyə olarsa kanalın ötürücülük qabiliyyətini kilobit bölünsün saniyə ilə müəyyən edin. Deməli bizim həcmimiz məlumdur. 208 vurulsun. Bitə keçirik bunu. Buy demək. Hər nəsə bitə keçirik. Kilobaytdan bitə keçəndə vuracaq. 213-ə böləcəyik deməli. 128 yəni 2 üstündə 7-yə. Bunu biz alacaq nəylə? Bitlə. Bitdən də kilobita keçmək üçün təzədən 210-a bölməliyim. Onu da burada yazıram. Birbaşa şey deyərdik də biz. 256 deməli 208-dir. Vurulsun bax kilobaytdan kilobita keçmək üçün. Kilolara dəymişsiniz. Yəni baytdan bitə keçirsiniz. Yəni vurursunuz 203-ə. Bunda böyüsün nə? 128 saniyə 207. Burada deməli 8 ilə 211-dir. Bunu da 207-yə bölündə sizə neçə verəcək? 2 üstündə 4, neçə 16. Variant. Girişə verilən ixtiyarı tam ədəd üçün y funksiyasının qiymətinin hesablanması alqoritması növünə aiddir. Burada görürsünüz ki, hər hansı bir problem yoxdur. Sizdə x-in yerinə nə qoysanız üzərinə düz gəlsə sizə həmişə müsbət verəcək. Nəsə də məxrəcin sıfır alınma vəziyyəti yoxdur. Ona görə də bu nə olacaq? Xətti olmuş olur. Əgər məxrəcin nəsə sıfır alınma vəziyyəti olsaydı, budaqlarını yeyərdiniz onu. Bu nədir? Cədvəldə faylları adları və onların informasiya həcmləri verilmişdir. Bu faylların 4 kilobaytlıq klass deyirəm. Malik diskdə saxlandığı nəzərə alaraq bütün video fayllarının diskdəki həcmini kilobaytla müəyyən edin. Deməli, videolar AVD, bir də nədir? Full live-dir, nəsə, oxuyamıram. Deməli, videolarımız bunlardır. Sonra var MPG var, MP4 var, nəsə fayl uzantılarına baxın ki, yəni beləsinə bir sualda əvvəlcə bir tapasız ki, video hansıdır, sonra o birisləri ilə bilərsiniz. Deməli, bu səsdir, bu görüntüdür, qrafikdir, bu da cədvəl. Nəsə, hamısının xəttləri siz başlayırsınız. Belə, videolar. Burada nə qədərdir? 129-dur. Bundan neçədir? 197. Bizdə nə deyirdi? Deyirdi, klasterimizin həcmi bizdə 4 kilobaytdır. Yəni ki, mənim 129 kilobaytın 4 kilobaytlıq klasterə yerləşdiriləndə 129-u bölürsüz 4-ə neçə eləyir? 129-u 4-ə bölünsün. 129-u 4-ə bölündə 32 dəfə, 32 dəfə, 32 dəfə, bəli, 32 dəfə. 32-ni də 4-ə vursaq 128 edəcək. 128, ay sağ ol. 128, düzdürmü? Yəni ki, bu 128 kilobayt 4 doldu. 1 kilobayt burada qaldı axı 129 dəfə. O 1 kilobaytda doldurmaq üçün mənə əlavə bir dənə 4 kilobaytlıq klaster lazımdır. O 4-ə bunun üstünə gələndə bu 132 kilobayt olacaq. Başa düşdünüzmü? Və yaxud da ki, bunu neyinirsiniz? 32 tam neçəsi almadınız, 32 tam neçəsi. Bunu 33-dən götürürsünüz. 33-ü vurursunuz 4-ə. 33-ü vuranda 4-ə sizə 132 verəcək. Yəni ki, bu tam hissəki neçəsi aldınız. Əgər ki, kəsir almışsınız, tam hissəniz varsa, o plus 1 götürürsünüz. Yox, elə 33 məsələn tam almışsınız, nə bilim 45 almışsınız, tam almışsınız, onda dəymirsiniz. Elə olduğu kimi qalır. Klasterin sayına uyğundur. Kəsirdən almışsınız, tam hissəni plus 1 artıq götürürsünüz. 33-ü yazıram bura. 33-ü 4-ə vuranda
Neçələrdir? 132. 132 kilobayt bu. 197. 197-ni də gəlin birdən bölək. Başım şişdirəm. O da istəyir 197-ni böləndə 4-ə 49 düzdürmü? Deməli biz neçə götürəcəyik? 50. 50-ni də 4-ə vuranda 200. 200 kilobayt da budur. 132 bu eləyir. 200 kilobayt da bu eləyir. Üstünə də gələndə neçə? 332. 332 hanı? Y variantı. Cavabımız Y variantı. Hesablayın, hesablayın. Gəlin tapaq sonra cavaba baxaq. 0, 1, 2. 1 vurulsun 16 üstü 2. Yəni ki 1 vurulsun 16 2 üzərinə gəlsin. F neçədir? 15 vurulsun 16 üstü 1. Üzərinə gəlsin 6 vurulsun 16 üstü 0. 16 üstü 2 sizə verəcək 256. Üzərinə gəlsin 15 16 deyir. Yəni neçə edir? Yaxşı baxaq. 256 plus 6 vurulsun 16 üstü 0 neçə edir? 6-dır. 256-nın üstünə də 6 gələndə 262 edir. 262-nin üstünə 15 vurulsun 16 gələcək. 15 vurulsun 16 üzərinə gəlsin 262. 4192. Oo, neylədik biz? Nə hesab elədik? 15 vurulsun 16 düz yazmışıq da. Burada biz nə hesab elədik? Nəhlət şeytan. 15 vurulsun 16 240. Üzərinə gəlsin 256. Üzərinə gəlsin 6. 502. Bayaqlar nə hesab yazdım? Nə hesab yazmışım? 502. Getdi. Verilmiş mətn fraqmentində tətbiq olunan formatlanma əməliyyatları 37-də yerə. Məlumatların nəsə bu nədir? Tətbiq olunan formatlama əməliyyatlarını müəyyən edin. Hə, nəsə. A variantı sağa düzləndirmə rəng kursiv. Baxaq, sağa düzləndirmə bəli var. Görürsüz sağ tərəf dümdüzdür. Buralar dağılıb tökülüb. Rəng varmı? Bəli, rəngdən istifadə olunur. Kursiv varmı? Bəli, burada şəbəkələr kursiv, proqram təminatı falan maili formada yazılır. Cavabımız nədir? A variantı. Sola düzləndirmə yoxdur. Rəng var, qalın da yoxdur. Yəni hansılar yoxdur? Hansılar? Sola düzləndirmə yoxdur, qalın yoxdur. Sola düzləndirmə yoxdur. Kursiv var, rəng var. Sola düzləndirmə yoxdur. Bunlar var. Mərkəzi düzləndirmə yoxdur, rəng var, kursiv var. Sağa düzləndirmə var, rəng qalın yoxdur. A variantı olmuş olur. Burada nə istəyir? Verilənlər bazası fraqmentin əsasının informatik bərabəridir 85 or riyaziyyat 90-dan böyük, riyaziyyat 90-dan böyük 91 və 91. İnformatik 85-ə bərabər bilən. Bunu oraya yerində təbii ki bizə burada üçünü də götürəcəyik. Nömrələri 1, 2 və 4. Yazıların ümumi sayını istəyir. 3 dənə olmuş. Olacaq. Cavabımız nəsədə 3-dür. Verilənlər bazası cədvəlində adları ayan arzu alimi olan əməkdaşları müəyyən etmək tələb olunursa, cədvəldə tətbiq olunan sorğu necə olmalıdır? Deməli, əslində belə deyək də. Belə deyək. Burada A-dan sonra 3 dənə simvol qaldı, hərf qaldı. Bunu belə A, sual, sual. Bu da ola bilər. İmenini bunlar istəyirsə, əslində belə variant olsaydı qəşəng olur. Çünki bunları yazmışam da. A ilə başlayan istənilən ad desəydin, hə, onda variant olardı. Bu da yəqin ki, A variantdır, çünki bu olmaz. Bu olmaz, çünki A-nın solunda deyir istənilən simvol. Burada deyir A-dan sağda 2 dənə simvol mütləq olmalıdır. Burada A-dan sağda 1 dənə simvol mütləq olmalıdır. Sol tərəfdə istənilən sayda. Nəsə də cavab verdiyin A variantı. Yəni A variantı buranı çıxarda bilər. Amma imenini bu üçünü bu çıxardardı. Proqram nəticəsini müəyyən edin. Bildinizdə nə demək istəyirəm? A variantı yəni bunlarda çıxardacaq. A ilə başlayan istənilən də çıxardacaq. Məcburi deyil. Deməli, proqramın nəticəsini müəyyən edin. Def, DZ, bir dənə baxaq proqram məşqdir. Bura baxaq biz əvvəlcə. Gələn nədirsə, gələni sətrə çevir, listə çevir, siyahıya çevir. Ondan sonra içində count edir sıfırların sayı əgər T-yə mənimsədir, T sıfırdan böyükdürsə, o zaman birinci sıfırı sil. Birinci sıfırı sil. Təzədən join elə, təzədən qayıdır birləşdirir və int ədəd tipində geri qaytarır. İndi bura baxaq. Deməli, Lenəyə sayını saydı 1, 2, 3, 4, 5, 6. 6-nı qoydu bura 0-dan 6-ya 6 dəfə bizim dövrümüz işlədi. I buradan bir götürəcək bunları, hər birini. Deyir ki, S-də inci, yəni ki, təzədən bu ədədin özü qayıtsın nəyə bərabər olur? DZ, SI. DZ yəni baxın buradadır funksiyamız.
DZ-yə də bizdən neynədir? Dedi ki, birinci sıfırı sil, ondan sonra geri qaytar. DZ bizdən onu istəyir. Birinci sıfırı sil, ondan sonra geri qaytar. Yəni ki, buradan birinci sıfırı sildik. Bunun ilə getdim, bir dənə sıfır var. Bunun birinci sıfır getdi. Bunun da bir dənə sıfır var. Bunun birinci sıfır getdi. Bunun da birinci sıfır getdi. 12, 41, sonra 607, 23, 10, 220. Bəssam. Belə, amma diqqətli olsun. Baxın, burada int olmasaydı, cavab olasıydı Y variantı. Amma int olduğuna görə cavab olacaq nə A variantı. Görürsünüz, Y variantını dırnaqda yazıb hamısını A variantına. Əlbəttə, tiplərə diqqət edin maksimum dərəcədə. Burada cavab nə oldu? A variantı int olduğuna görə. Doğru mülahizələri müəyyən edin. Home int xidmət klavisləridir. Xeyir, kursorun idarə olunmasıdır. Home sətrin əvvəlinə, int sətrin sonuna. Kontroldan sıxıl vəziyyətdə edəsiniz. Sənədin əvvəlinə və sonuna. F1, F2, F12 funksiyalar klavişlərdir. Funksional klavişlərdir, bəli. Backspace kursordan sağda olan simvolu silmək üçündür. Yox, təbii ki, kursordan sağda olanı delete siləcək. Backspace solda olanı siləcək. Page up, page down kursoru idarə edən klavişlərdir. Bəli, burada deməli aşağı, yox, səhv dedik, yuxarı, bu da nədir? Aşağı. Delete kursordan sağda olanı silib, bəli. Nə oldu? 2, 4, 5. Belə. Direkt deyəsən. Dedim canlı açaq. Hələ bunun gəlməsi də var. Algoritm icrasından sonra x dəyişəninin son qiymətini müəyyən edin. 13, 42, c bərabərdir x-ə, yəni 13-ə bərabərdir 40 bölünsün 2-yə. 42-ni 2-yə böləndə 21, amma 21.0 baxın belə. Çünki bir xəttli bölmədir. Deməli, o neydir? Y bərabərdir c, 13 çıxılsın y, yəni y. 10 çıxılsın y, yəni 42, c-nə gəlsin x, yəni 21.0. 13-dən deməli siz 42-ni mənfi neçə yeyəcək? Mənfi 29. Mənfi 29-un da üstünə 21 gələndə mənfi 8. Mənfi 8 eləmiş olur. Mənfi 8. 43. 43. Nə istəyir? B1 xanasına hansı müsbət ədəd yazılmalıdır ki, hesablamalardan sonra A2, C2 diapazona əsasən qurulmuş diaqram şəklindəki kimi olsun. C1 minus A1, bura neçə yer? Altdan çıxanda 3. B1 minus A1, x minus 3 bölünsün 2-dir bura. A1 plus B2. A1'imiz neçədir? 3 plus B2. B2 nədir? Bunun B-sinə yazaq. X minus 3 bölünsün 2. Burada bir dənə minus 1 var. Buna elə 2 plus yazaq. Tamam. 2 plus yazaq. Evet. İndi bizdən nə istəyir? Deməli, görürsünüz bu 43-dən 43 bərabərdir. Deməli, bu birinci mövqeyə, baxın, bunun B-sinə ayırırsınız. Düzdür. Birinci mövqe düşür bu 43-ə, bu sonuncu da o birisi 43-ə. Yəni ki, 3 bərabərdir. 2 plus x minus 3 bölünsün 2. Baxın, beləsinə bir şey 2-ni keçirdiniz bu tərəfə. 1 bərabərdir. X minus 3 bölünsün 2. Buradan da x minus 3 bərabərdir 2-yə. Buradan da x bərabərdir neçəyə? 3 keçirdiniz. O tərəfə sizə 5 vermiş oldu. Bu nədir? Ay, 4 MB 25 byte. 4 MB yazaq biz 4096 KB kimi. Çünki bura görə beləsini yazdım. 25 beləsini yetər. Burada yanında bunun 25 byte da var. Bu da nədir? Kilobaytdadır. Bunun da altına 512-ni yazaq kilobayt. Üzərinə gəlsin 35 byte da bunda var. Ortadakılar toplamadı sizi daşdırmasın. Deməli, bunlar eləcək neçə? 60 byte buradadır. 4096-nın da üstünə 512 biz gəlsək 4608 edəcək. Düzdür? 4608 eləmiş olur. Baxın, beləsinə bir şey. 480 bitdə byte içində 480 neçə yazırsa 60 byte. İndi bundan da bu 60 byte çıxanda sizə bu qarda 4600 variant. İnformasiya xassələri müəyyən edin. Gəl beləsinə sollarınca test tutarıq. Xassələr deməli aktuallıq, obyektivlik, etibarlıq. 1 3 4 variant. Diskretlik algoritmindir, kütləvilik müəyyənlik də algoritmindir. Bayaq burada danışdıq da təzədən bir də danışmıram.
Axtarış sisteminə tətbiq edilən sorğular nəticəsində tapılan veb səhifələrin sayı arasındakı doğru münasibəti müəyyən edin. Müqayisədir. Görürsünüz, burada 2 dənə or var. Ən çox bunda çıxacaq. Bunda bir dənə ent, bir dənə orda. Ortancıl bu olacaq. 2 dənə kəsişmə var. Ən kiçik də bu olacaq. 1 böyükdür 2-dən, böyükdür 3-dən. A variantı. Baxın, niyə görə? Təsəvvür 3 nəfər adamsınız. A adamı, B adamı, C adamı. Təbii ki, sizin üçünüzün kəsişən xarakteri ən az olacaq. Kəsişən xarakteri. Bu formada deyirəm ki, yəni başa düşün. Kəsişməsi ən az olacaq. Birləşmə isə ən çox olur. Riyazi formada yazıb sizi dolaşdırmaq istəmirəm. Burada həm də bitirməliyəm videonu. Proqramın icrası zamanı girişə daxil edilərsə, nəticəni müəyyən edin. Mənfi ədəddir. Input elədik, daxil elədik, ədəddir. Ondan sonra absolut müsbətə çevirdik biz bunu. For range 0-dan 5-ə 5 dəfə dövrümüz işləyir. Ədədi 10-a 5 dəfə böləcəyik. 5 dəfə böləndə 1-i getdi. 2, 3, 4, bu da 5. Əlimizdə neçə qaldı? 12. 12-ni də ona vuranda sizə neçə verəcək? 120. Y variantı. Oy, MİQ imtahanına girənlər. Onluq sistemdə verilmiş 16 plus 32 8 16. Ya, bu biraz yenə, nəsə. İfadəsinin 8 nəticəsinin 8-lik sistemdə təsvir etdikdə alınan ədədin rəqəmləri cəmini hesablayın. Deməli, 16 üstü 10 üzərinə gəlsin 32 8 üzərinə gəlsin 14. Bunu keçidək də biz 8 deyək. 16-nı yazıq 2 üstündə 4 üstü 10. Üzərinə gəlsin. 32-ni də yazıram 2 üstü 5 üstündə 8. Düzdür. Üzərinə gəlsin 14. Gəlin 14-də 8 deyə keçirək. Üzərinə gəlsin. 14-ün üstündə 8 bir dənədir. 1 vurulsun 8 üstü 1. 14-dən 8 çıxdı. Sizə neçə qaldı? 6. Plus 6 vurulsun 8 üstü 0. Bunu B-sinə yazmalıyıq. 2 üstü 40 bu eləyir. Üzərinə gəlsin 2 üstü 40 bu eləyir. Üzərinə gəlsin 1 vurulsun 8 üstü 1. Üzərinə gəlsin 6 vurulsun 8 üstü 0. Bunları deməli tezdən şeyə gətirək də 8 deyə. 2 üstündə 3 üstü 33 də düzdürmü? Burada vurulsun 2 üstü 1. Üzərinə gəlsin 2 üstü 3 üstü 33. Vurulsun 2 üstü 1. Üzərinə gəlsin 1 vurulsun 8 üstü 1. Çox uzatdım. Qısa yazardım. 8 üstü 0. Əla. Gələk buradan davam edək. Deməli 2 vurulsun 8 üstü 33. Üzərinə gəlsin 2 vurulsun 8 üstü 33. Üzərinə gəlsin 1 vurulsun 8 üstü 1. Üzərinə gəlsin 6 vurulsun 8 üstü 0. Of. 8 üstü 33-dən 2 dənəsi buradadır, 2 dənəsi buradadır. 4 dənədir. 4 vurulsun 8 üstü 33. Vurulsun 1 vurulsun 8 üstü 1. Üzərinə gəlsin. Üzərinə gəlsin 6 vurulsun 8 üstü 0. Bizdə nə istəyir? Alınan ədədin rəqəmləri cəmi hesablanır. 4 burada, 1 burada, 6 da burada. Bizə neçə verir? 11 verir. Amma onluqda. Cavabları görsəz, burada 8 var. Heç nədə 8 var. Burada 8 deyə çevirəni böldük 8-ə. Bir dəfə 8 28. Burada bizə neçə qaldı? 3, 1, 3, 13 eləmiş. Olur. B variantı. B variantı. Olmayın. 49. Hədə bitdi də bizə 50 nədir? Suala get. Deməli, hansı funksiya metod icra olunduqdan sonra qiymət qaytarmır? Deməli, qiymət qaytarmır. 2, deməli, insert bir də sort. 2, 2, 4, 6. B variantı olacaq. Deməli, append qaytarmır, sizə insert qaytarmayacaq, bir də sort qiymət qaytarmır. Elektron cədvəldə diapazonlardakı xanaların sayına neçə dəqiqə oldu? 53. 53 dəqiqə. Elektron cədvəldə diapazonlardakı xanaların sayına əsasən uyğunluğu müəyyən edilir. Deyir ki, C2-dən C8. C2-dən C8-ə yəni ki, C buradadır. Artı sütundur. 2-dən 8-ə qədər. Sizin sütununuzda heç nə dəyişmir. 2-dən 8-ə. 8 minus 2 plus 1. Burada neçə dənə sətr olduğunu tapmaq istəyirəm. Bu da 7 dənə. Düzdür. Birinci neçədən oldu? 7 dənə. 1-ə getdi A variantı. A'dan başqalarını sileyim. Variantla baxın, bunun variantla işləmədim axıra qədər, amma imtahanda işləyin, mütləq işləyin. İmtahanda siz nəsə öyrənmişsiniz. İmtahandan çıxmağa çalışın. 1-ə getdi A. İkinci. Baxın, B, C-də 3 dənə sütun var. 5 minus 3 plus 1. 2 üstünə də bir dənə də 3. 2 dənə də sətrim var. Məhəmməd, sən imkan vermədin də. Hər dəfə videonun ortasında gəlib çıxır. Deməli,
3 dənə sütunum, 3 dənə sətrim. 3 çevirəndə 9. 2-yə nə olacaq? C. A, C, C də A variantı. Bir də baxaq amma. Deməli A-dan B-yə, B-dən də C-yə. 3 dənə burada, 8-dən 1 çıxdıq. 7, 7-nin də üstünə. 7, 7-nin üstünə 1 gəldi, 8. 3 vurulsun 8, 24 dənə də budur. E variantı da budur. D, C-yi. D, C-nin yönü idi. A, C-yi. Hə, A variantı. Arada A-nın başını uzatmışıq. Görəm deyil. A, C-yi. Belə, sürətli şəkildə danışdım. Nəfəsim kəsildi özümə. Amma yenə də çalışdığım qədər izah verdim. Suallar da qəşəng suallar. İnşallah imtahandan yüksək nəticələrlə çıxarsınız hər biriniz. Amma o günlərim mənim sınavım, indi onun da izahını paylaşacağam biraz. Sınavı işləyib qurulma baxıyıq. Kurikulum baxmaq lazımdır. Tapmacadır. Kurikulumu oxusanız da geyib eyni şey yazasınız, oxumasınız da. Nəsə zarafat edirəm oxuyub. Deməli, hə, bir nəfər yazıb ki, sınavın altına bu nəfsini oxudu, çətindir, nə bilmədi, adam həvəsdən düşür. Mən deyə bilirəm abituriyentdir. Nəsə çox danışmayaq, yaxşı çox danışmayaq. Elə bildim abituriyentdə nəsə gəldi, başqadan çıxdı. Yəni gedin şükür edin, başqa heç nə demirəm. Abituriyentlərin suallarına baxanda adam dəli olur. Allah biraz demə insaf versin abituriyentlərin ya vaxtını artırsın, ya suallarını əməli salsın. Başqa heç nə demirəm. Nəysə. Zarafat bir yana bunlar da yaxşı suallardır. Əsasən gözümə nə çarpdı? Tiplərlə çaşdırıcı məqamlar var. Diqqətli olmaq lazımdır maksimum dərəcədə imtahanda. Ümumiyyətlə çalışın diqqətli olun və çalışın ixtisası 2 dəfə işləməyə çalışasınız. 2 dəfə işləməyə çalışasınız və tiplərə diqqət edəsiniz. Dediyim kimi 3 dənə oldu da deyəsiniz, 3 dənə idi, 4 dənə idi. Tiplərdə diqqət olunmalı məqam var idi. Eləsi şeylərdə diqqətli olursunuz maksimum dərəcədə. Sonra nə deyəsidim? Deməli, məsələn, sən görürsən ki, bu sualı 10 saniyə yazırsan da, düzdür? Burada nə sualdır ki, çətin bir şey deyil. Yazdın, getdin, yazdın, getdin. Saniyəlik sualları yazdın, getdin, yazdın, getdin. Bu şəkildə yazıb sürətli şəkildə gedirsiniz. Ondan sonra deməli qayıdırsınız, gəlirsiniz, hansı ki fikirləşirsiniz ki, deməli vaxt apara biləcək sizin suallarınız var. Bir dəqiqə. Hə, deməli vaxt aparacaq sizin suallarınız var. Onları qayıdıb neynisiz? İşləmiş olursunuz. Belə. Sonra da kurikuluma gedib baxarsınız. Kurikulumda əslində 10 dənə sual var. İstəsəz axırda nə idi? Əvvəldə də aradan çıxarda bilərsiniz. Belə də baxın görün neyinirsiniz. Amma burada səhv eləmişik yox. Deməli, dizyuksiya bu toplama deyil, toplama. Bir dənə texnik səhvim oldu. Bir dənə bayaqlarım nədə? Hə, mətn deyildi, mətn simvolları şəkli hesablayırdım orada. Bunu da səhv eləmişik. Bunu toplama lazımdır mənə. Toplama hardadır? 0, 1, 1, hə, B variantı. Bu vurma da, bu konjuksiyadır. Konjuksiya, bu dizyuksiya. Toplamada bir dənə 0-dan 0 sizə 0 verəcək. Qalanlar sizə nə verir? 1, 1 vermiş olur. Belə, imtahanda hər birinizə uğurlar. İnşallah yüksək nəticələr gözləyirik hər kəsdən. Başqa heç nə. Bura qədər kimlər gəldi çatdısa, fikirlərinizi yazmağı, videonu bəyənməyi unutmayın. Biraz sürətli danışdım, üzr sayın. Buradan çıxardı dərsə girəcəm. Dərsdən gəldi, indi bunu çalışdım sizə tez bir vaxtda çatdırım. Məktəbdə olmasaydım, təbii ki, daha tez çəkib paylaşardıq, amma bu vaxta qismət oldu. Heç nə də çox danışmaq istəmirəm. Hələlik.